Salam mənim əzizlərim, davam edirik şir bürcləri ilə 22-28 dekabr tarixlərində şirləri nə gözləyir? Baxaq görək şir bürclərinə nə gözləyir? Həftəlik açılımdır. Yeni ideyanız var. Kimdənsə məsləhət alırsınız bu ideya ilə bağlı. Sadəcə bəzi şeylərlə razılaşmırsınız. Yəni, dava-dalaşlı bir məsləhətlərdir. Razılığa gəlməkdə çətinlik çəkirsiniz. Düşünürsünüz ki, sizi aldadırlar, sizin arxanızdan iş çevirirlər. Bu insanlar, yəni, o dərəcədə düşünürsünüz ki, bu insanlar deyirsiniz ki, bunlar artıq əxlaq normalarını aşırırlar. Yəni ki, amma buna baxmayaraq, fikirləşirsiniz ki, mən yeni macəralara, yəni yeni yola, yeni addımı atmalıyam. Özünüzə inamınız güclüdür. Cəsarətlisiniz. Bu həftə risk edib nələrsə edəcəksiniz. Cəsarət gözləyir. Və düşünürsünüz ki, mən bu cəsarətli addımı atsam, daha uğurlu olacağım və mən öz yolumu tutmuş olacağım və başqaları tərəfindən başa düşülmək istəyirsiniz. Bəzi hadisələr ki var, onlarda özünüzü günahkar hiss eləyirsiniz. Bollluq, bərəkət gözləyir sizi. Amma bu günahkarlıq hissi, nəysə bu ola bilər ki, bu günahkarlıq hissi nəysə maddi olaraq, nəysə itkisi ilə bağlıdır. Keçmişdə olub bu hadisə və bu sizi biraz narahat eləyir. Düşünürsünüz ki, mən bir dəfə uğursuz nəsə etmişəmsə, bu o demək deyil ki, mən həmişə uğursuz olacağım. Bu yeni addımlarınızda sizə mane olmaq istəyənlər bəlkə də bunu arqument gətirirlər. Amma hər şeyi axışına buraxın. Axışına buraxın, tamamlanmaq. Yəni ki, arzu istəklərinizi tamamlayacaqsınız. Ümumiyyətlə, hər şeydə balansı quracaqsınız. Özünüzə hədsiz çox inanırsınız. Fikirləşirsiniz ki, bu mənim üçün bir adi bir şeydir, mən bunu həll eləyəcəm, çünki mən yaradıcıyam. Amma işlər biraz yavaş gedir. Yavaş getsə də tamamlanacaq, axıra çatacaq. Və mühakimə eləyirsiniz özünüzü. Mühakimə eləyirsiniz ki, deməli, nəyin doğru, nəyin yanlış olduğunu, sanki özünüz üçün məhkəmə qurmusunuz. Təcrübələriniz var bu sahədə və ona inanırsınız. Düşünürsünüz ki, həyatımı təm dəyişə bilərəm, əvvəl və sonraya ayıra bilərəm. Yəni, hər şey mənim əlimdədir. İnam kartı şirlərdə də çıxdı. Çox yaxşıdır. Yenidən doğuş, yeni başlanğıc. Bax, yeni başlanğıc dedim. Bax, yeni doğuş, yeni başlanğıc. Şirlər üçün çox gözəl gəldi bu həftə. Gəlin, baxaq görək kartlar bizə nə sevgi mesajı verəcək. Sevgi ilə bağlı da bir kart çəkəcəm. Yeni başlanğıc gözləyir. Bu sevgidə də yeni başlanğıc gözləyir. Və yaxud da küsülü olduğunuz bir münasibətiniz var. Onunla barışa da bilərsiniz. Əgər münasibət qırılma həddindədirsə, bu artıq onu göstərir ki, siz tam qərar verəcəyiniz bir həftədəsiniz. Tamam mı, devam mı, burada deyəcəksiniz. Artıq qəti qərar verəcəksiniz. Sizdə bu adətən toksik münasibətlərdə, şirlərin toksik münasibətləri, onlar gah küsürlər barışırlar, artıq bu həftə tam qərarını verəcəklər. Çünki əgər bir-birlərini sevirlərsə, bu kart göstərir ki, sevgini, bir-birinə həqiqi sevgi olduğunu artıq göstərə biləcəklər. Yəni, qarşı tərəfi inandıra biləcəklər. Üzümüzə gələn həftə, xoş həftə diləyirəm. Hər şey gözəl olacaq inşallah.